Amma əslində xörək qaşığı ilə əlavə etməli idik. Sadəcə olaraq kofesi çox olmasın deyə, çox acı olmasın deyə 3 çay qaşığı əlavə etdik. Şəkər tozu da hər çay qaşığına görə 2 çay qaşığı şəkər tozu əlavə edirik. Yəni 6 çay qaşığı şəkər, 3 xörək qaşığına əslində 3 xörək qaşığı da şəkər əlavə olunmalıdır. Videoda, yəni mən YouTube-a baxıb hazırlamışdım. Videoda o formada olur. Onu əslində videoda tək nəfər, bir nəfər üçün hazırlayırlar orada. Orada da mənə görə kofesi çox gəlmişdi. Bir nəfər üçün həddindən artıq çox idi. Sonra qaynar su əlavə edirik. Qaynar suyu əslində bu qədər bu kofeyə bu qədər əlavə etməməli idik. Biz bu qədər suyu, yəni 1 stəkan suyu 3 xörək qaşığına əlavə etməli idik, amma mən biraz artıq etdim. Çünki 4 yerə bölünəcəkdi deyə. Sonra çalxalayırıq. Köpük halını almalıdır. Burada Muradın artıq qolu yoğrulurdu. Əli yandığı üçün də əlinə əlcək giymişdi. Alnında isə deyir ki, bura mikser Murad yazılmalıdır. Mikser kimi qarışdırıram. Sonra artıq stəkanlara əlavə edirik. Sadəcə olaraq Murad tökməyi bacarmadığı üçün köpüklər sonda tökülür. Belə tökülməməlidir əslində. Elə bir dəfəlik onu əyməli idi ki, köpük də gəlsin. Köpüyü amma çox az olmuşdu, çünki yaxşı qarışdıra bilmirdi. Mən də qarışmaq istəməmişdim. Özü hazırladı təkcə. Mən sadəcə olaraq çəkirdim və izah edirdim. Sözlərlə deyirdim ki, bunu belə et, onu elə et. Buz da istədiyiniz qədər əlavə edə bilərsiniz. Biz hər stəkana 6 buz əlavə etdik. Amma Murad sayı səhv salmışdı. Mənə elə gəlir. Düzgün saymadan əlavə etmişdi. Amma buz çox olduqca dadı itir. Dad olmur. Kofenin dadı çox az hiss olunur. Mənə görə buz çox əlavə etməyə ehtiyac yoxdur. Sadəcə olaraq belə deyim də, çox soyuq sevən, tez soyusun istəyən buz əlavə edər. Amma əslində bir xörək qaşığı ilə hazırlanan kofeyə əlavə edə bilərsiniz çox buz. Onun kofesi yəqin ki, çox olar, dadı yaxşı olar. Sonra süd əlavə edirik. Südü gözə yarı əlavə edirik. İstədiyiniz qədər süd də əlavə edə bilərsiniz. Əslində əsl reseptlə hazırlansaydı yarım stəkan kofe olacaqdı. Bu stəkan böyüklüyündə yarısı da süd olmalı idi. Tən yarı-yarı süd əlavə etmək lazım idi. Biz çox əlavə etdik südü. Uşaqlar içir, dadı yaxşı olsun deyə, süd dadı daha çox gəlsin deyə. Biraz dəyişiklik elədik. Uşaqların belə xoşuna gəldi. Necədir dadı?